Salam olsun aqillərə və cahillərə. Hər ikisinə salam olsun. Deməli, dünən cin şeytanla bağlı bir video paylaşmışdım. Amma ən önəmli məqamları orada vurğulamamışdım. Bu da ikinci hissəsi. Burada artıq hər şeyi açıqlayacağım. Yəni vurğulayacağım önəmli məqamları. İkinci hissəsi birincidən çox maraqlıdır. Diqqətlə qulaq asın. Deməli, belə dostlar. Bax, cinlə şeytan əmoğludular da. Ya atabaladırlar, ya əmoğlu. Məncə əmoğludular. Çünki cinlərin atası iblisdir. Bunlar əmoğludular çox güman ki. Bax, deməli belə, cin girir sizin bədəninizə və müsəlmanların bədəninə, yer gəlmişkən. Girir müsəlmanların bədəninə və şeytan da onu oradan çıxardır insanın bədənindən və əvəzində pul alır. Bəli, pul alır əvəzində. Şeytan cini bədənindən çıxardır və sizdən pul alır. Bu bir. İkincisi, bax, gedirsiniz Məkkədə o şeytanı başlayırsınız daşlamağa, elə. Öldürə də bilmirsiniz. Ha, öldürmək də əlinizdən gəlmir, ancaq daşlayırsınız. Düzdür, qoy otursun da oradan Məkkədə sakit. Bax, qoyuyorsunuz oradan Məkkədən şeytanı daşlayıb qovursunuz. Gəlir orada, hər dəfə bir yerdən çıxır. Sonra həmin o sizi o şeytana daşlatdıran, həm də özü daşlayan ərəb var, ha. Gəlir məsəl üçün Azərbaycana, misal üçün də, yayın indi töküləcəklər bura. Gəlir Azərbaycana, gedir görür ki, həmin şeytan gecə klublarında oturub. Və həmin şeytan həmən o klublarda tullanır o ərəbin qucağına, deyir, öyrəş, sən məni daşlayırdın, sən bilmirsən mən harada gəldi orada oluram. Bax, qovladın məni oradan, Məkkədə oturmuşdun da gül kimi. Gəlmişəm bura, atırır ərəbin qucağına. Və bu sözləri deyir ki, öyrəş, sən məni daşlayırdın. Və ərəb də baxır, deyir ki, o bağışda, qələt eləmişəm, dədəmlə, cimlə bir yerdə qələt eləmişəm, sənə daş atmışam. Sən şeytan dörsən, sən ceyransan, ceyran. Əsl şeytan bizik. Əsl şeytan bizik. Çünki səni orada, məsəl üçün, daşlamaq üçün 5 dollardan daşı veririk ki, daşlayın bu şeytanı. Yəni, əsli şeytan bizik. Sən ceyransan, şeytan deyilsən. 5 dollardan daşın birini bıraxırıq, başlayırlar millət sizi daşlamağa. Və qoymurlar yerinizdə rahat oturasınız. Yəni, şeytanı daşlayırsınız, hər dəfə bir yerdən çıxır. Gah, nə bilim, disko klubdan çıxır, gah oteldən çıxır, gah, nə bilim, oradan buradan çıxır. Yəni, qoy oturmuşuq da, qoyun otursunlar orada, biz də burada rahat oturaq da bu şeytanlar yayılmasınlar hər yerə. Sağ olun dostlar. Gülümsəyin cənablar, gülümsəyin. Allah axırımızı xeyir eləsin. Allah, nə bilim, bəzi insanları savadlaşdırsın, aqilləşdirsin. Yəni, necə deyirlər, atağın bu daşı. Gəlin, cahilliyin daşın atağın. Mən sizə bunu məsləhət görürəm. Goodbye.